Bugün biz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Üzeyir bəyin 140 ilinə həsr olunmuş konsert proqramında iştirak etdik. Əlbəttə, Üzeyir bəyin musiqisini təbliğ etmək hər birimizin borcudur. Və bütün Azərbaycan janrlarının özəyini qoyan, bütün janrlara cığır açan Üzeyir bəyin yaradıcılığı hər birimiz üçün bir örnəkdir. Və bu məktəbi davam etdirmək və onun qoyduğu mirası təbliğ etmək hər birimizin borcudur. Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə baş tutan tədbirlər silsiləsindən növbəti sonuncu tədbiri də bugün burada yaşamaqdayıq. Bugünkü tədbirimiz Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutur və mən deyərdim ki, maarifləndirici xarakter daşıyır. Qeyri-musiqiçi olan tələbələr Üzeyir Hacıbəyli irsini, Üzeyir Hacıbəyli ənənələrini və Üzeyir Hacıbəyli musiqisinin nə qədər böyük zirvə təşkil etdiyini məhz bu silsilə tədbirlərdən öyrənmişlər. Üzeyir Hacıbəyli Azərbaycan musiqisində o qədər böyük töhfələr vermişdir ki, onu sadalamaqla bitmir. İlk konservatoriyanın açılması, ilk xalq çalğı alətləri orkestrinin yaranması, ölkəmizdə ilk xor kollektivi və digər ilklər məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.